Yəqin ki, istintaq orqanlarında onunla bağlı faktlar var. İndi o faktlar hansı faktlardır, onu istintaq orqanı bilir. Mən onların yerinə danışa bilmərəm, ya təsdiq, ya inkar edə bilmirəm. Və ona görə də yəqin ki, qəlbində bir qorxusu var. Qorxusu var. Və ümumiyyətlə mən böyük danışan insanların, özünü demokratiya uğrunda fəda etmək və fəda mesajları verən insanların, insanları küçələrə səsləyən, insanları mübarizəyə səsləyən, ayaqlanmağa səsləyən insanların dar məqamlarda qaçıb gizlənməsini qəbul edə bilmərəm. Bu qorxaqlıq və eyni zamanda belə çıxır ki, dar gündə birinci növbədə bu işi görən öndə getməlidir. Əgər general öndə getmirsə, əskərləri qabağa verəcəksə, o zaman heç kim Polad Həşimov ola bilməyəcək. Təbii. Və əgər bizim generallarımız, polkovniklərimiz öndə getməsəydilər, həlak olmasaydılar, yaralanmasaydılar, Qarabağı azad edə bilməzdi. Sən sadə əskəri qabağa ver, özün blindajda gizlən, özünü güllələrdən qoru, o müharibədə heç kim qələbə çala bilməz. Və 2-ci Dünya müharibəsində də generallar öndə idi. Amma bugün Azərbaycan siyasətinin özlərini generallara adlandıranlar qaçıb gizlənirlər. Məsələn, bu günə qədər də Əli Kərimli həbs olunmamışdı. Məsələn, indi həbs olunub. İndiyə qədər bircə dəfə həbs olunub, 30 gün müddətində, o da qanunsuz qumbara. Və həmişə bu məsələlər bir şübhələr yaradırdı. Yəni, insanları birinci növbədə, əgər insanları hansı bir mübarizə növünə çağırırsansa, hansı bir əməl üçün dəvət edirsənsə, birinci növbədə özün getməlisən öndə. Öndə getmirsənsə, insanlarda şübhə yaranar. O baxımdan Gültəkin Hacıbəylinin də biz çıxışlarını çox izləmişik. Müxtəlif hakimiyyətin ən yaxın adamı olub. Hakimiyyətin ən böyük deyək ki, bu propaganda təbliğatçı, ən böyük təbliğatçısı olub. Və açığı Gültəkin Hacıbəyli ilə zaman-zaman mənim də yaxşı münasibətlərim olub, amma Gültəkin Hacıbəylinin yəni ki, mənə qarşı da bir qadın psixologiyasına, qadın düşüncəsinə və əxlaqına uyğun olmayan hərəkətləri olub. Və mən o mənim haqqımda şayiə yaydığına görə, mənim haqqımda gedib yalanlar çatdırdığına görə, mənim haqqımda yalanları danışdığına görə mən onu bağışlamamışam, münasibətlərimiz pozulub və qoy öz vicdanı qarşısında cavab versin. Amma mənim haqqımda gedib haralarda nələrsə dediklərinin hamısı yalan olub, birin üzərinə milyon qoyub danışıb, bəziyib, bir yenil yolkası kimi, yenil bir ağacı kimi bəziyib, aparıb müəyyən dairələrə çatdırıb, müəyyən şəxslərə çatdırıb, məni çığulluyub, mənim haqqımda hədyanları danışıb və məni zamanı ilə çox pis vəziyyətlərə də salıb və sonra da məlum olub ki, bunun danışıqlarının hamısı yalandı. Bəlkə də onu kimlərin göstərişi ilə edirdi mənə qarşı. Hərçənd ki, mən onun hörmətini hər zaman saxlamışdım. Mən ona qarşı çox dürüst olmuşdum. Belə çox onun məhkəməsində iştirak eləyirdim, məhkəmələrində. Onun haqqında mediada xoş sözlər danışırdım. Bir zamanlar onun üzərinə gələndə də gəlib təzə-təzə hələ ki, müxalifət cərgəsinə qoşulurdu. Amma mənə qarşı mövqeyi çox pis oldu. Mənim ona yaxşılıqlarımın və mənim ona müsbət mövqeyimin əvəzində o mənə qarşı deyək ki, gedib çuğullama, şeytanlama, bəziyib danışma, nə üçün, nə maraqları var idi, bu çox bir pis haldır. Bir də ki, mənim yadımda onunla bağlı